Hə yox, cibinizdə artıq pulunuz varsa, silikon şüşə metaldan hazırlanan çaşkaları bir kənara qoyduğumuza görə, danışaq gildən hazırlanan çaşkaların dəli sayına və formalarına görə fərqlərindən. Amma ilk öncə onu da deyim ki, gildən hazırlanan çaşkalar da glazurlu və sadə olmalarına görə bir-birlərindən fərqlənirlər. Tək dəlikli çaşkalar, yəni ki, funnel. Bu tip çaşkalar yüngül və yumşaq çəkim üçün təyin olunmuşdur. Buna səbəb mərkəzdə yerləşən iri həcmli dəlikdir və bu dəlikdən savayı başqa dəliklər olmadığına görə tütünlər arasında hava axını və istilik axımı çox zəif olur və formasına görə də çaşka yuxarıdan aşağı qızdığına görə nikotin bizim bədənimizə pilləli şəkildə ötürülür və ona görə də çəkimi yumşaq və yüngül tütünlər üçün təyin olunmuşdur. Çoxdəlikli çaşkalar. Çoxdəlikli çaşkaların təkdəlikli çaşkalardan fərqi ondadır ki, burada yerləşən əlavə dəliklərin sayına görə istilik və hava axını tütünlər arası oynadığına görə burada tütünlərin dadı və nikotini daha parlaq olur. Çoxdəlikli çaşkalar formalarına görə turka, boçka, UPG və ubivaşka olur. Turka çaşkaları. Turka çaşkaları mənim fikrimə görə yeni qəlyan hazırlamağa başlayanlar üçün ən ideal seçimdir. Buna səbəb bu tip çaşkalarda siz həm yüngül, həm orta, həm də ağır qəlyan hazırlaya bilərsiniz və həm də ki, divarları qalın çaşka seçsəniz və istiyini düzgün tənzimləsəniz, qəlyan çəkim müddətinin sonuna qədər qəlyandan tam zövq alacaqsınız və istədiyiniz bütün dadları, bütün ağırlıqları bu çaşkalarda hazırlamaq çox rahatdır və pratikdir. İndi danışaq boçka formasında olan çaşkalardan. Adından məlum olduğuna görə, formasına görə boçkaya, çəlləyə bənzəyir. Deməli, bu formada olan çaşkalar xarakteristikasına görə turkaya oxşuyur. Yəni, bu ilə də yüngül, orta, ağır qəlyana yığmaq mümkündür. Amma mənim öz seçimimə qalarsa, mən hələ də turka çaşkanı boçka çaşkasından daha üstün tuturam. Ona görə də hələ ki, turka daha favoritdir.